Eren-Mik test toplusundan ədəd bölməsinin aid sualların izahı. Birinci sual. Tərkibində ədəd olmayan cümləni seçin. A variantında qurbanlar məni cinayətkardan daha çox maraqlandırır. Burada ədədimiz var. Xam düşüncələri ancaq ağıl bişirər, ancaq yalnız təkcə bu formada əvəz edə bilsə ancağı. Deməli ədəddir, ədədimiz var. Göz yaşları ilə hətta dəmiri də əridə bilərsən. Burada hətta ədəddir. Gözəllik tək bir saçla belə bizi arxasından sürüyər. Tək bir, burada tək yalnızca bir saçla ondan əvəz edə bildiksə, deməli ədəddir. Ədədimiz burada da var. Göz yaşından nə çıxar? Nə üçün tər tökmədiniz? Burada nə sual məzmunu yaradıbdır. Burada da sual məzmunu yaradıbdır. Deməli, burada ədədimiz yoxdur üçün burada qoşmadır. Cavabımız E variantı. Sonra ikinci sual. Hansı cümlələrdə ədəd sifətin dərəcəsinə təsir edib? Sifətin dərəcəsinə təsir edibdir. Çox qaşqabaqlı müəllim idim. Deməli, burada qaşqabaqlı sifətdir. Çox da onu dərəcəsini çoxaldıbdır. Deməli, burada təsir edibdir. Zil qara maşını ilə bizim qonaqlığa gəlmişdi. Burada ədəd yoxdur. Zil sifətin çoxalma dərəcəsinin əlamətidir, ədəd deyil. Nə gözəldir bizim sahil, hər tərəf narın, qumlu. Burada da çoxalma dərəcəsi gözəldir, necədir, gözəldir, sifətdir, amma nə onu çoxalma məqsədini işlətməyibdir. Yəni sifətin çoxalma dərəcəsi əlaməti deyil burada. Nə? İndi olduqca soyuq hava var idi. Hava isim, soyuq, sifət olduqca da onu çoxaldıbdır. Deməli, 4-ə götürürük. Sənibər daha sevincli günlər yaşayacağını təxmin etmişdim. Günlər isim, sevincli, sifət daha da onu çoxaldıbdır. Deməli, 5-ə də götürürük. Deməli, cümlələrdə ədəd sifətin dərəcəsinə təsir edib. 1-də təsir etdi, 4-də, bir də 5-də. 1, 4, 5 B variantı. Sonra üçüncü sual. Cümlələr üçün ortaq cəhətlərdir. Qoysana işimizi yekunlaşdıraq. Deməli, burada qoysana ədəddir. Sonra indi də günəşli bir gündə gəlib qapımda dayanıb. İndi də günəşli bir gündə. Təkcə bu duyğu indi məni döyüşdən döyüşə aparan. Təkcə bu duyğu idi məni döyüşdən döyüşə aparan. Ocağı yandırdınmı? Qızışacağıq. Nəqli cümlədir. Nəqli cümlənin hamısını aid edə bilərikmi? Xeyr. Burada nida işarəsi var. Deməli, bu nəqli cümlədir. Bunu hər birini aid edə bilmirik. Ədəd sadə cümlədə yer alır. Sadə cümlədə yer alır. Bunda sadə cümlə deyil. Ocağı yandırdınmı? Bu bir cümlə yandırdınsa qızışacağıq. Burada isə yəni bunun sanından əvəz edilirsə, deməli bu mürəkkəb cümlədir. Sadə cümlədə yer alır. Hamısında deyil. Bunda mürəkkəb cümlədədir. Ədəd müəyyən şəxsi cümlədə yer alır. Ədəd qoysana işimizi yekunlaşdıraq biz. Deməli, qoysana var. Müəyyən şəxsi cümlədə iştirak edibdir. İndi də günəşli bir gündə gəlib qapımda dayanıb ol. Ədədimiz var. Sonra təkcə bu duyğu idi məni döyüşdən döyüşə aparan. Nə idi? Duyğu idi. Nə? Məni döyüşdən döyüşə aparan. Bəli, burada da iştirak edibdir. Mübtədamız var. Gəlin bu cümləni belə təhlil edək. Məni döyüşdən döyüşə aparan duyğu idi, bu duyğu. Nə idi? Duyğu idi. Nə duyğu idi? Məni döyüşdən döyüşə aparan. Deməli, burada da müəyyən şəxsi cümlənin tərkibində iştirak edibdir. Ocağı yandırdımı? Qızışacağıq. Biz qızışacağıq. O ocağı yandırdımı? Burada da iştirak edibdir. Deməli, C variantı ortaq fikirdir. Ədəd bağlayıcı vasitədir. Bir dənə ədəd bağlayıcı vasitə kimi burada iştirak edibdir. M-ni sanla əvəz edə bilsə bağlayıcı vasitə kimi olur. Bu da
heç də hər birinə aid deyil. Cümlədəki klassik leksik mənası olmayan bir söz var. Cümlədə leksik mənası olmayan bir söz var. Məsəl üçün, qoysam işimi yekunlaşdıraq. İndi də var burada. Yəni, heç də hər birində leksik mənası olan bir söz var. Aid eləmək olmaz bunu. Cəmiz baxımdan oldu C variantı. Sonra 4-də. Artıq şairin də səbri tükənirdi, ancaq özünü düşünən bu insanlarla dil tapmağa çalışırdı. Cümləsi ilə bağlı klassiki tamamlayın. Doğru fikirdir. Cümlədə həm ədəd, həm də bağlayıcı kimi düşünülə bilən söz var. Bu artıq sözüdür. Cümlə ədədlə başlayır. Cümlədə də ədədin omonim tayı iştirak edir. Deməli, şairin də səbri tükənirdi. Burada də bağlayıcıdır. Ədədin omonim tayı iştirak edir. Bu düzdür. Cümlədəki ilk sözü sifət kimi də düşünmək olar. Artıq şairin də səbri tükənirdi, ancaq özünü düşünən bu. Deməli, burada cümlədə həm ədəd, həm də bağlayıcı kimi düşünə bilən söz ancaqdır. Cümlədə ilk sözü sifət kimi düşünmək olar, artıq şairin də. Bunu sifət kimi düşünmək olmur. Cümlə ədədlə başlayır. Cümlə ədədlə başlayır. Bir də düz götürək, düz fikir kimi. Deməli, növbəti hissəsinə baxaq burada. Nümunədə yalnız bir köməkçinin hissəsinə aid olan söz tapmaq mümkündür. Deməli, nümunədə yalnız bir hissəsinə aid söz tapmaq mümkündür. Yalnız bir hissəsinə aid söz həm də var burada. Yox. Deməli, artıq şairin də səbri tükənirdi, ancaq özünü düşünən bu insanlarla, kimilə insanlar ilə dil tapmağa qoşma da var burada. O da 4 də yanlışdır. Deməli, bizim doğru cavabımız 1-2. 1-2 olur C variantı. Sonra 5-ci sual. Venn diaqramına yazılmış fikir əsasında rəqəmlərin yerinə hansı ədədləri yazıla biləcəyini müəyyən edin. Feillə omonimliyi var. Deməli, biz 1-ə, bu rəqəmə elə ədəd yazmalıyıq ki, onun feillə omonimliyi olsun. Və 2-yə də elə yazmalıyıq ki, onun feillə omonimliyi olmasın. Niyə olmasın? Çünki feillə omonimliyi olsa, gərək bu fikrimiz ortada yazılar. Bu baxımdan biz uyğun fikri tapmalıyıq. Deməli, bax, gör, bunu yaza bilməli. Çünki baxın feillə omonimliyi var, amma görün də feillə omonimliyi var. Yəni, görü biz bura yazsaq, gör. Venn diaqramın tələbini pozmuş sayılır. Niyə? Çünki feillə omonimliyi var deyə, feil burada yazılmalıdır, var deyirsə. Biz görü bura yazsaq, gərək bu burada yazılar. Bu fikrimiz burada yazılar. Amma o burada yazılmıyor, baxın. Bu ancaq birə aid olan fikirdir. Ona görə biz görü bura yaza bilmirik. Necə, nə? Necənin feillə omonimliyi yoxdur, ümumiyyətlə onu çıxdıq. Qoy, gəl, qoyun da feillə omonimliyi var, gəl də feillə omonimliyi var. Bu baxımdan C-ni də bura yaza bilmirik. Gəlsənə da, gəlsənənin özü ümumiyyətlə feillə bu formada omonim yoxdur. Gəlin özü omonimliyi var. Sana, sənə də burada ədəd kimidir. Yəni, omonim olan ola bilsə, olsa bu gəl olar, amma sana olmaz. Bu baxımdan D-ni də götürmürük. Gör, feillə omonimliyi var. Qoyun, misal üçün bu işi, o kitabı yerinə qoyun. Bu formada, feillə bu formada omonimliyi yoxdur. Çünki vurğu fərq verir orada, ona görə. Bu baxımdan bu feillə omonimliyi yoxdur. Bunun isə feillə omonimliyi var. Bu baxımdan cavabımız oldu E variantı.